Deməli belə. O zaman biz vaxt itirmədən başlayaq. Hər hansı bir sualınız olarsa, təbii ki, təlimin sonunda verə bilərsiniz. İndi vaxt itirmədən başlayaq. Təlimin, bilmirəm, indi ekran qeydə alıram, ekran qeydə alacağam. İzləyə bilməyənlər təbii ki, və yaxud da yenidən izləmək istəyənlər belə yəni daxil olub yenidən izləyə bilərsiniz. İndi belə başlayaq. Mənim səsim və görüntüm hamıya aydındırsa, mən başlayım. Bəli, aydındır mənim. Deməli, təlimimizin mövzusu müasir müəllimlikdir və təhsildə innovativ yanaşmalardır. Bu, belə deyim də, yəni bu mövzuda olan ki, təlim, düşünürəm ki və ümid edirəm ki, və əslində qalanda buna əminliklə də deyə bilərəm ki, o dərəcədə əminliklə danışıram. Çünki mən özüm də nə istifadə edirəmsə, öz dərslərimdə və yəni metodikamda bunların hamısını təbii ki, sizlə bölüşəcəm, deyəcəm nə var, nə yoxdur. Ümumiyyətcə, pedaqogika sahəsində belə bir yəni məşhur bir fikir var ki, öyrətməyi dayandıran bir müəllim əslində qalanda müəllimlik etməyi də dayandırmışdır deməkdir. Yəni biz də bu gün elə bir əsrdə yaşayırıq ki, bilik hər saniyə yenilənir, informasiya axını artıq sürətlənir və ən əsası da bizim qarşımızda oturan şagird auditoriyası var ki, onlar köklü şəkildə dəyişib. İllər öncə məsələn tətbiq etdiyimiz, uğur qazandığımız o klassik metodlar ki var, bugünün artıq texnologiya əsrində doğulmuş uşaqlar üçün tamamilə təsirsiz bir vəziyyətdə qalır. Bugün məsələn biz 1 saat ərzində sadəcə nəzəriyyədən danışmayacağıq. Bugün biz müasir dərs metodlarını, süni intellekt belə deyək, yəni süni intellekti özümüzə necə köməkçi edəcəyimizi təhlil edəcəyik. Sosial mediada öz peşəkar brendimizi biz necə qura bilərik və bunu necə inkişaf etdirə bilərik və ən əsası şagirdlərin biz diqqətini dərslərimizə necə həbs edə bilərik. Bu mövzuda biz danışacağıq. Dəqiqə. Kimsə qoşuldu. Biz bu mövzuda danışacağıq. Deməli, belə deyim, süni intellekt, ümumiyyətcə istifadə edirsiniz süni intellektdən. Dərslərdə, gündəlik həyatda da, ümumiyyətlə, yəni istifadə edəniniz var da böyük ehtimal ki, aranızda. Yəni çoxunuz istifadə edirsiniz. İstifadə edirəm. Mənim olmayan var, orası istifadə edirəm. Və bunu təbii ki, daimi şəkildə alışqanlıq halına gətirmək biraz bizə zərər olar. Amma təbii ki, ehtiyacımız olan bir anda biz bunu istifadə eləməyimiz bizim üçün, işimiz üçün yaxşı bir şeydir. Birinci bölmədən başlayaq. Yəni birinci və ən fundamental bir mövzumuzdan başlayaq. Deməli, dərsin strukturunun yenidən qurulması ilə bağlıdır. Dürüst bir şəkildə olaq və dürüst şəkildə yəni deyək də, ənənəvi dərs modeli necə idi? Məsələn, Zibeydə müəllim, ənənəvi dərs modeli necə idi? Ənənəvi dərs necə idi? Müəllim yönümlü şagird yönümlü deyildi, amma indi elə deyil. Və bir də qeyd etmək istəyirəm ki, müəllim özünü çox yormamalıdır. Müəllim 30% düşünürsə, 70% şagird düşünməlidir dərs prosesində. Yəni müəllim sinifə daxil olurdu, 30-35 dəqiqə lövhə qarşısında monoloq şəklində bir mühazirəni oxuyurdu. Yerdə qalan o 10 dəqiqədə bir neçə şagirdə sorğu-sual edir və evə tapşırıq verir. Bəli, bu model artıq iflasa uğrayır. Niyə? Çünki bugünkü şagirdlər pasiv dinləyici olmaq istəmirlər. Onlar prosesin mərkəzinə dayanmaq istəyirlər və onlar kəşf etmək istəyirlər, tətbiq etmək istəyirlər. Yəni interaktivlik sadəcə sinifdə səs-küy yaratmaq deyil, şagirdin beyninin aktiv şəkildə düşünmə rejimində saxlamaq deməkdir. Məsələn, tərsinə çevrilmiş sinif modeli var.
Bu metod dərs vaxtının səmərəsini 2 dəfə artırır. Müəllim mövzunun nəzəri hissəsini, qaydaları və əsas anlayışları bir 3-5 dəqiqəlik qısa bir video və yaxud da səs yazısı və yaxud da bir səhifəlik vizual bir informasiya, yəni şəklində dərs qabağı şagirdlərə göndərir öncədən. Şagird evdə bu materiallarla tanış olur. Sinifdə bəs nə edirik? Sinifdə də və yaxud da dərs prosesindən, mən sinif deyirəm, indi bu məktəb müəllimlərinə də daxildir. İndi onlayn şəkildə dərs keçən müəllimlərə də aiddir, kursda dərs keçən müəllimlərə də aiddir. Ümumən danışıram təbii ki. Sinifdə artıq vaxtımızı biz nəzəriyyəni sıfırdan izah etməyə xərcləmirik. Mən bunu bir ara edirdim məsələn. Yəni çox da gözəl bir metoddur. Bunu mən necə edirdim? Məsələn, mən mövzunun izahını çəkirdim. YouTube üçün video formatında çəkirəm. Da məsələn isimdir, sifətdir, hər nədirsə də mövzu. Çəkirəm bunu və paylaşıram bunu YouTube kanalında. Daha sonra o YouTube kanalındakı o paylaşdığım ki mövzu, onun linkini göndərirəm uşaqlara. Uşaqlar da götürürlər o videonu başdan ayağa bütün mövzuların, yəni mövzunu dinləyirlər və onların qarşılarında belə bir dəftər olur. Bu dəftərdə də onlar mənim danışdığım ki o mövzu, oradan çıxan əsas lazımlı qaydaları, o qızıl qaydalar ki deyirik, o hissələri, lazım olan məlumatları o uşaqlar çıxardırdı, yazırdılar dəftərlərinə. Ondan sonra onun video görüntüsünü mənə göndərirdilər və mən bunu səhifədə də paylaşmışam hətta. Onun videosunu mənə görüntü şəkildə göndərdilər. Ondan sonra yəni biz artıq mövzunun izahını evdə bilirdik, evdə oxuyurduq. Sonra gəlirdik dərsdə, artıq biz qəti şəkildə mövzunu mən izah eləmirdim. Nə buna bizim vaxtımız da gedirdi. Biz sadəcə sorğu-sual, sual-cavablar edirdik, testlərə baxırdıq, testlər işləyirdik, sınaqlar işləyirdik. Yəni bu qaydada bizim dərsimiz gedirdi. Bu çox yaxşı metoddur. Həm vaxta qənaət, həm də biliklərimizi daha da qüvvətləndirir, daha da yəni möhkəmləndirir. Yəni çox da gözəl bir metoddur. Yəni tərsinə çevrilmiş sinif biz buna adını veririk. İkinci nədir? Problem yönümlü öyrənmə. Dərsə heç vaxt qaydanı və yaxud da tərifi elan etməkdən başlamaq lazım deyil. Dərsə bir problem, bir tapmaca və yaxud da bir sualla başlamaq lazımdır. Məsələn, sizə bir nümunə göstərim. Bu kanallarda hər hansı bir xəbərlər olur. Məsələn, nə bilim bir verilişdə deyək, düzdürmü? O verilişdə sujet getməmişdən öncə hansı mövzuda ki, məsələn bir sujet var, o mövzunun önündə problem qoyulur ki, problem nədir? Məsələn, nə bilim müşfiqin yolları darmadumandır, qəti şəkildə oradan keçmək olmur, problem budur. Artıq problemi öncədən verir, daha sonra onunla bağlı müəyyən yəni müsahibləri danışdırırlar. Bizdə də eynən belə bir şey var. Yəni biz artıq dərsə birbaşa qayda ilə başlamırıq. Biz o problemi çıxartmalıyıq orada. Yəni bir tapmaca verməyə ya da bir sualla başlamalıyıq. Məsələn, uşaqlar deyirik ki, biz bugün filan nə bilim biologiyadan fiska mövzusunu keçirik. Yəni bunu demək əvəzinə real həyatdan bir situasiya təqdim etməliyik. Gecikən müəllimlər silsiləsindən Ülkanə müəllim. Salam mənim, niyə gecikmişsiniz? Birbaşa daxil oldu, dedi ki, niyə gecikmişsiniz? Kiçik bir peşmanlıq. Səsim və görüntüm gəlir, yoxsa yox? Məndə normaldır mənim. Məndə də. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Deməli, biz nədən danışırdıq? Problem yönümlü öyrənmədən. Dediyim kimi, əgər məsələn biz problemi təqdim edirik, yəni birbaşa mövzunu demək əvəzinə, birbaşa o qaydanı demək əvəzinə, real həyatdan nəsə bir situasiya təqdim edirik. Əgər şəhərdə məsələn bütün işıqlar 24 saatlıq sönsəydi, cəmiyyətdə nə baş verərdi? Həyat bilgisi nəsə bir mövzumuzdur. Bununla bağlı sual atırıq da ortaya, problem atırıq ortaya və şagirdlərin hərəsi bu problemi həll etmək üçün özləri məsələn nə edirlər? Başlar suallar verməyə hazırlaşırlar.
və siz onları artıq addım-addım yeni mövzunun qaydasına tərəf yönəldirsiniz. Şagird elə bilir ki, qaydanı burada özü kəşf edir. Bu da əslində qalanda ən qalıcı öyrətmə formasıdır. Yəni birinci problemi atmaq lazımdır ortaya. Daha sonra o problemi şagird düşünərək, beyni işlədərək artıq oradan o problemin həllini özü tapmağa çalışır və belə-belə siz mövzuya tərəf gedirsiniz. Sonra keçirik fərdiləşdirilmiş yanaşma, diferensial tədris. Bir sinifdə məsələn 20 şagird var və yaxud da hazırlığımızda 20 şagirdimiz var. Orada da 20 fərqli qavrama surəti var. Yəni hamıya da eyni standart tapşırığı vermək zəif şagirdi həvəsdən salır. Güclü şagirdi darıxdıra bilər. Standart tapşırığı vermək artıq bunu müasir metodika tələb eləmir. Yəni biz tapşırıqları 3 səviyyə bölməliyik. Baza, orta və mürəkkəb tərtib etməliyik və şagirdlərə... Onlar sözünüzü unutmayın. Onlar bir sual verin. Biz onları eləyirik. Bu il mən 4-cü sinif idim. Monitoringlər keçirilir 4-cü siniflər üzrə. Bilirsiniz də, yəqin ki, hər kəs məlumatlıdır. Amma bu həmin 3 səviyyə bölməyi, zəif, orta, yuxarı səviyyələrə bölmək heç də bizim monitoringlərimizdə olmadı. Yəni, ümumi sinifə hamıya eyni qaydada necə verilibdir, elə də 20 şagirdsə 20-sinə də eyni səviyyədə verildi. Yəni, əgər bu səviyyələr vardırsa, niyə dövlət tərəfindən olunan bu monitoringlərdə də o nəzərə alınmadı? Axı sinifdə pis bilən də olar, orta bilən də olur, yuxarı bilən də olur. Nədən bəs onları eyni səviyyədə tutdular? Amma əsasən bizə göstəricilərdə, bütün test tapşırıqlarında, yəni summativlərdə, kiçik summativlər, bunları nəzərə alın deyirlər. Yəqin ki, hər kəs məndən razılaşar 4-cü sinifin müəllimləri varsa burada. Var. Deyəsən yoxdur. İlk öncə mən belə bir şey deyim ki, burada əslində qalanda monitoring deyil, sadəcə bizim sinifimizdə olan uşaqlarımızı özümüzün, yəni onların səviyyəsini özümüzün müəyyənləşdirməsindən söhbət gedir. Təbii ki, indi o monitoringlərdir, formativ qiymətləndirmədir, düzdür, onlar haqqında belə çox ekstra bir məlumatım yoxdur və çünki məktəbdə işləmədiyim üçün bilmirəm, yəni mən məktəb müəllimi deyiləm. Amma mən şagirdlərimizin, yəni bir müəllim olaraq hər birimiz onsuz da bilirik ki, hər şagirdin səviyyəsi hansı dərəcədədir. Və biz bunu özümüzün təyin etməsi baxımından, yəni məsələn siz sinifdə deyək ki, boşluqdur, nəsə bir boşluq var da, zəng ərəfəsi demirəm təbii ki, amma nəsə bir boşluqdur, dərsimiz boş keçir. Bu ərəfədə biz müəyyən şəkildə məsələn orada uşaqlar üçün bir səviyyə testləri edə bilərik. Yəni bu özümüzün hazırladığımız testlərdən söhbət gedir. Təbii ki, monitoringlərdən söhbət getmir. Monitoringlərdə də belə bir şey yoxdur böyük ehtimal ki. Yəni o monitoring elə bir şeydir ki, hamıya eyni dərəcədə o suallar düşür. Zəif də onu yazmalıdır, belə baxanda güclü uşaq da onu yazmalıdır. Və o monitoring suallarının tərtibatı təbii ki, bizdən asılı olan bir şey deyil. Bizdən asılı olan bir şey bizim özümüzün uşaqlarımız üçün hazırladığımız suallardır. Yəni biz əslində uşaqları monitoringə hazırlamaq üçün də biz özümüz tərtib edəcəyimiz suallarla biz onları monitoringə hazırlamışıq. Düzdür, hər sinifdə zəif şagird də olur, güclü şagird də olur və bir sinifdə ancaq güclü şagird oxuyacaq deyə bir şey də yoxdur. Amma onları da güclü demərəm, amma müəyyən bir səviyyə çatdırmaq da təbii ki, bizim özümüzdən asılıdır. Təbii ki, bu valideyndən də asılıdır, uşağın özündən də asılıdır, bu üçbucaq formasında irəliləməlidir. Yəni demək istədiyim odur ki, monitoring suallarının tərtibatı heç bir müəllimdən, məktəb müəllimindən asılı olan bir şey deyil də. Yəni bu nə tərtib olunursa, digər müəllimlər də onu o formada uşaqlara təqdim edirlər. Amma söhbət bizim burada hazırladığımız testlərdən və vəsaitlərdən söhbət gedir. Yəni biz nə hazırlayırıq, uşaqlara təqdim edirik ki, o bəzən olur da, məsələn, müəllimlərin özünün hazırladığı kiçik testlər olur, quizlər olur, uşaqlara verirlər, işləyirlər. Mən bunu nəzərdə tutub ona görə dedim, yəni monitoring yox. Bu belə. Əlavə belə nə sualınız olarsa, təlimin sonunda verin ki, mən mövzunu bitirim, danışım qutarım, ən axırda da siz suallarınızı verməyə başlayarsınız.
Biz diferensial təlimdən danışırdıq ki, dediyim kimi 3 səviyyədə biz bölürük. Baza, orta və mürəkkəb tərtib etməliyik və şagirdlərə öz səviyyələrini belə deyək də, yəni öz səviyyəni seçməyi müəyyənləşdirməyi. Daha sonra bir üst səviyyə artıq bu keçməyə imkan verəcək. Müəllimlik peşəsinin də belə deyək də ən görünməyən, amma ən çox enerji alan tərəfi dərsə hazırlıq mərhələsidir. Yəni bir çox müəllim məsələn gec saatlara qədər iş vərəqləri kəsir ki, o mənim dediyim o suallar ki var, o baza, orta, mürəkkəb, bunu edən çoxsaylı müəllim var və çoxsaylı müəllim tanıyıram hətta. Slaydlara vəzək verirlər. Nəticədə də dərsi yorğun, enerjisiz bu formada girirlər və yorğun müəllimlə biz bilirik ki, heç vaxt ilham verici ola bilməz. Biz vaxta qənaət etməyi bacarmalıyıq, peşəkar materiallar hazırlamalıyıq və biz bunları necə tərtibat etməliyik, necə tərtib etməliyik. Şablonlaşdırma sistemi, məsələn, hər dəfə yeni bir dərs üçün sıfırdan bir dizayn düşünməyin. İstifadə edə biləcəyimiz bir sıra proqramlar var. Canva və yaxud da PowerPoint platforması, yəni öz brendinizə uyğun 3 əsas şablon hazırlayın. Məsələn, qaydalar və nəzəriyyə üçün minimum mətn, maksimum vizual. Yəni nə deməkdir bu? Az sayda mətn olmalıdır, amma maksimum səviyyədə vizual görüntülər olmalıdır. Çünki görüntü uşaqları tez çəkir. Əsas da ibtidailər üçün keçərlidir. Şablon B, məsəl üçün sual-cavab. Yaxud da sual və praktik çalışmalar, interaktiv elementli. Yəni, hansı ki, o bizim slayd təqdimatımızda ancaq suallardır, maraqlı keçid edərək suallara biz tərəf gedirik və o sualları tələbələr, uşaqlar orada görürlər və başlar o suallar üzrə artıq onları işləməyə. Sonra şablon C, məsəl üçün, ev tapşırığı və yekun qeydlər üçün hər həftə, yəni siz sadəcə hər həftə mətnləri bu şablonlara daxil edəcəksiniz və bu hazırlıq vaxtınızı 70% azaldacaq. Yəni öncədən özünüzə bir şablon tərtib edirsiniz və o şablonları hər həftə, məsələn də indi hər gün də slayd təqdim etmək biraz uyğunsuz çıxır, çünki uşaqlar artıq ona öyrəşirlər və yaxud da yəni onlar artıq davamlı şəkildə bir şey eləyəndə onlar üçün sıxıcı gələ bilər. Həftədə bir dəfə olsa yaxşı olar. Yəni, hər həftə o şablonları dəyişmək əvəzinə siz sadəcə bir dənə orada olan yazıları dəyişəcəksiniz. Başqa da heç nə. Yerdə qalan bütün dizayn qalacaq. Yəni, yenə deyirəm, o 70% sizin yükünüzü azaldır. Sonra, vizual, məsəl üçün, infokartlar. Yəni, zehin xəritələri, məsələn. Biz bilirik ki, məsələn, insan beyni vizual informasiyanı mətndən bir 60.000 dəfə daha sürətli şəkildə emal eləyir və 3 səhifəlik mətni bir ədəd, yəni belə deyək də, yəni qısaldılmış bir zehin xəritəsinə yerləşdiririk və mövzunun mərkəzi anlayışın ortasında dayanır. Yəni ortada yazırıq və o oxlarla alt başlıqlar ki veririk, ən vacib istisnaları ayırırıq. Lövhədə məsələn bir şey çəkirsiniz, xəritə, dairəvi bir şey çəkirsiniz və yaxud ulduz çəkirsiniz. Orada müəyyən hissələri yazırsınız və ox vasitəsilə onları göstərirsiniz, fərqləndirmək üçün ola bilər. Bu material həm təqdimatı asanlaşdırır, həm də şagirdin imtahan qabağı təkrarını 5 dəqiqəyə endirir. Sonra modul material bazasının yaradılması var. Məsəl üçün bugün materiallarınızı bulut texnologiyasında o Google Drive var, sonra OneDrive var, sonra Telegram məsələn şəxsi kanalı var, mövzulara, siniflərə, bölmələrə görə qovluqlaşdırmaq var. Bunları edə bilərsiniz. Məsələn, siz deyək ki, mövzunu bayaq dedimi, hər hansı bir mövzunu çəkirsiniz və o mövzunu istəmirsiniz, məsələn, YouTube-da yayınlansın o mövzu, amma sizin özünüzdə qalsın. Bunun üçün YouTube-da gizli bir kanal aça bilərsiniz və yaxud da kanalı açıb sonradan gizli edə bilərsiniz və orada paylaşıb o linki Telegram kanalında yerləşdirə bilərsiniz və o Telegram kanalını da gizli şəkildə etmək olur. Yəni o Telegramı gizli şəkildə edən zaman heç kimsə, orada olan heç kim sizin orada materiallarınızı heç kimə yönləndirə bilməz. Heç kimsə orada ekran kaydı alıb paylaşa bilməz, SS edə bilməz. Hətta məsələn, mən 1-2 dəfə sınamışdım ki, ekran kaydını açıb, yəni ekranı paylaşıb mən test işlətmək istəyirdim. Hətta o belə alınmamışdı. Yəni, o sistem elə qurulub ki, orada hər hansı bir yönləndirmə etmək və yaxud da başqa bir şey etmək, kopya etmək mümkünsüz bir şeydir. Yəni, bunu siz də öz dərslərinizdə istifadə edə bilərsiniz.
Yəni nizamlanmış bir arxivdə, yəni bu artıq yəni öz sisteminizi özünüz indidən qura bilərsiniz ki, bu da sizə yəni illər boyu xidmət eləyəcək olan bir şeydir. Müasir məsələn uşaqların psixologiyası deyilən bir şey var ki, biz bunu təyin edək. Məsələn, TikTokdur, Instagramdır, TikTok, Instagram reelslərdir və ya da YouTube Shorts əsrində böyüyən uşaqlar artıq 15-30 saniyəlik dinamik bir vizual axına vərdiş ediblər də. Yəni artıq onların diqqət fokuslanma müddəti kəskin şəkildə azalır. 45 dəqiqəlik bir dərsdə monoton bir səslə danışsaq, onların beyni avtomatik olaraq müdafiə rejiminə keçəcək və diqqət artıq pəncərədən kənara, yəni və yaxud da masanın üzərində olan bir telefona artıq onun fikri yönələcək. Yəni o müəyyən bir mərhələ var ki, onu keçmək biraz qorxuducudur ki, əgər keçiriksə onu biraz fərqli metodlarla etmək lazımdır. Yenə deyirəm, çünki müasir uşaqların artıq beyin səviyyəsi, düşünmə tərzi artıq tamamilə əvvəlki uşaqlara baxanda fərqlənir. Dinamik dərs mühitini biz necə qura bilərik? Və diqqəti biz 45 dəqiqə necə saxlaya bilərik? 10-15 dəqiqə qaydası var. Yəni fəaliyyət dəyişikliyi. İnsan beyni eyni fəaliyyət növünə maksimum bir 12-15 dəqiqə fokuslana bilər. Və dərsimizi mikrobloklara bölməliyik biz. Məsələn, ilk 10 dəqiqə sinifə giririk və ya da dərsə giririk, ilk 10 dəqiqəyə baxırıq. Qısa təkrar edirik və ya da diqqət çəkən bir problem çıxardırıq ortaya. Bu giriş hissədir. Növbəti 12-ci dəqiqədə, yəni növbəti 12 dəqiqə daha doğrusu, yeni mövzunun orada əsas mahiyyəti vurğulanmalıdır. Yəni vizual şəkildə izahlar təqdim etməliyik biz. Növbəti orada 10 dəqiqədə komanda şəklində iş qura bilərik. Cütlərlə müzakirə edə bilərik. Yəni aktiv bir fəaliyyət çıxardırıq ortaya. Növbəti 8 dəqiqədə artıq interaktiv bir oyun, yəni quiz, qiymətləndirmə edə bilərik. Artıq son 5 dəqiqədə də yekun və refleksiya mərhələsi yekunlaşır. Yəni bununla biz dərsi dinamik şəkildə inkişaf etdirə bilərik. Dərsi dinamik şəkildə inkişaf etdirmək üçün slaydlardan və yaxud da nə bilim, yəni maraqlı şəkildə sual-cavablardan, məsələn, mənim fənnimdə ədəbiyyatdan hər hansısa bir əsərdir, o əsəri danışmaq yerinə, sual-cavab etmək yerinə o əsərin YouTube-da filmi olur. Onu ekran paylaşıb izlədə bilmək və yaxud da fizikadan hər hansısa bir qanunu, hər hansısa bir mövzunu yenə eyni qaydada maraqlı bir üsulla təqdim etmək, praktiki şəkildə. Yəni bunların hamısı bizim öz yaradıcılığımıza bağlı olan şeylərdir. Və gəlir sonra brain breaks, yəni beyin fasiləsi. Dərsin 20-ci dəqiqəsində artıq sinifdə yorğunluqdur, fikir yayılmalarıdır. Biz bunları hiss edirik. Yəni mən sinif deyirəm təbii ki, ümumi, amma dərs prosesindən danışıram ki, orada hiss etdiyimiz an artıq dərsi 1 dəqiqəlik dayandırırıq. Bunu hiss edirik, amma tək bir uşaqda hiss edən kimi yox da. Görürük ki, məsələn, görüntü ilə vizual olaraq görürük, məsələn, neçə uşağın fikri yayınır. Və biz artıq orada dayanmalıyıq. Şagirdlərə fiziki və yaxud da məntiqi bir mikro tapşırıq verməliyik və bu formada artıq məsələn, sağ əlimizlə burnumuzu ya da sol əlimizlə nə bilim sağ qulağımızı tutmalıyıq və əmr verəndə də yerlərini dəyişməliyik və bu kimi koordinasiya hərəkətləri beynin hər iki yarımkürəsini artıq orada işə salır. Yerlərini dəyişir və sinifdə artıq gülüş yaratmaqla eyni zamanda da stresi qaldıra bilərsiniz, diqqəti yəni tam şəkildə bərpa edə bilərsiniz. Sonra bizim var səs ritmikası, yəni sükutun gücü, pauza texnikası. Məsələn, davamlı olaraq uca səslə danışmaq sinifdəki səs-küyün artmasına səbəb ola bilər. Səsimizin tonunu dəyişməliyik bəzən. Vacib bir qaydanı deyiriksə əgər, səsimizi məsələn pıçıldama həddinə qədər endirməliyik. Bütün sinif orada nə baş verdiyini anlamaq üçün orada sükut baş verir. Qışqıra-qışqıra o qaydanı biz desək, bəzi məsələn hissələr orada özümüzdən asılı deyil. Məsələn deyirəm ki, uşaqlar ismin 6 halı var. Bunu belə bu formada uşaqlar ismin 6 halı var. Bunu deyəndə uşaqlarda avtomatik fikir yönəlir ki, bu müəllim bu nə dedi ki, o pıçıltılı bir səslə çıxdı, səsin tonunu aşağı yendirdi, maraq çəkir də istər-istəməz insanı və həqiqətən də bu belədir. Yəni uşaqlar elə qurbağa günə daş atırsan, yəni elə bir şey baş verir, bunu sınanmalısınız mütləq şəkildə.
Bütün sinif nə baş verdiyini anlamaq üçün dərhal sükutla sizə qulaq asacaq. Yəni və sinifdə də səs-küy yarandıqda bağırmaq əvəzinə tamamilə susmaq və göz kontaktı qurmaq lazımdır. Sükut bağırmaqdan 10 dəqiqə daha təsirlidir. Bunu daim yadınıza saxlayın. Və bəzi müəllimlərin məsəl üçün orada süni intellektin əsasən də Cloud-dur, sonra Gemini-dir, ChatGPT və yaxud da məsələn bunların gəlişindən bəzi müəllimlər bu arada təşvişə düşürlər. Biraz ani bir şəkildə digər mövzuya keçid elədim. Məsələn, bəzi müəllimlər ani təşvişə düşürlər. Amma süni intellekt məsələn belə bir xəbər çıxmışdı, belə bir mövzu var idi, müzakirə var idi ki, süni intellekt müəllimi əvəz edə biləcəkmi? Süni intellekt müəllimi əvəz edəcəkmi? Məsələn, siz nə düşünürsünüz? Mən bir fikirlərinizi almaq istəyirəm. Sizcə süni intellekt müəllimi əvəz eləyəcək? Məsələn, Zibeydə müəllim. Bir deyək. Sizcə süni intellekt müəllimi əvəz eləyəcək? Vaxt gələndə. Biraz daha irəliləyəndə süni intellekt. Üzr istəyirəm, səs aça bilmirdim. Eşidirsiniz mənimlə? Bəli. Məncə yox, tam olaraq əvəz edə bilməyəcək. Yəni sadəcə müəllimin rolunu dəyişə bilər süni intellekt, amma onu əvəz eləyə bilməz. Yəni müəllimin yerini tuta bilmədiyi tərəfləri var da, tərbiyə və insanlıq deyə bilərəm ona. Sonra empatiya qurmaq bacarığı. Ən əsası da budur sinifdə. Və şagirdin dəyərli olduğunu ona hiss etdirmək. Məncə bunu da süni intellekt ötürə bilməz. Bəs Asudə müəllim sizcə əvəz edəcək? Və yaxud elə bir ehtimal var? Müəllimə, məncə də yox. Çünki savad sardan əvəz eləyə bilər. Amma digər tərəflərdən xeyr. Savad sardan da əvəz eləsə şagirdə məncə ağırlıq olardı. Yəni tam müəllim kimi əvəz eləyə bilməz. Yəni bu fikirlə hamı razıdır? Yoxsa belə fərqli cür yanaşması olan varsa maraqlıdır şəxsən mənə deyə Mən bir də əlavə də eləyə bilərəm. Aha, təbii ki. Bəzən elə olur ki, uşaq müəllimə görə fənni sevir də. Uşaq bəzən mövzunu yox, müəllimi sevdiyi üçün o fənni öyrənir. Bunu da süni intellekt heç vaxt verə bilməz. Düzdür. Bəli. Həqiqətən də bu belədir. Çünki bəzən uşaqlar müəllimi görür, onun aurasını sevir, görüntüsünü sevir və ondan sonra bu hazırlıqda da belədir, eynilə bu məktəbdə də belədir. Müəllimi sevdiyi üçün onun dərsini oxumaq istəyir, onun dərsini oxuyur. Həqiqətən də bu belə bir şey var. Məsələn, mənim bir müəllim var idi. Mən o müəllimi o qədər çox istəyirdim ki, yəni bildiyiniz o müəllimə aşiq idim. Həqiqətən bu belə idi. Və onun dərsini o qədər maraqla oxuyurdum ki, onun dərsi gəldi həqiqətən çox hətta yəni sırf hal-hazırda Azərbaycan ədəbiyyat müəllimiyəm. Ona görə də sırf Azərbaycan ədəbiyyat müəllimi oldum. Yəni sırf o müəllimə görə. Çünki onun metodikası, onun dərsi yanaşması hələ də o müəllimlə əlaqəm var və hələ də danışıram. Halbuki hazırlıq müəllimi olub. Yəni müəllimini sevmək, onun ixtisasını hətta davam etdirmək bu bağlılıq və həqiqətən də yəni bu artıq bunu təsdiq eləyir ki, süni intellekt həqiqətən heç vaxt amma heç vaxt müəllimi əvəz edə bilməz bunun bir mənalı şəkildə. Yəni belə deyək, süni intellekt müəllimi əvəz etməyəcək, amma süni intellektdən istifadə edən müəllim istifadə etməyən müəllimi əvəz edəcək. Əslinə qalanda bizim üçün böyük bir metodiki köməkçidir. Çünki o yorulmur. Saniyələr içində minlərlə ideya generasiya eləyir. Süni intellektlə işləmək üçün, yəni konkret məsələn bir əmr nümunələri var, prompt nümunələri var ki, məndə hətta bəzi prompt nümunələri var, amma dərsdən sonra mənim yadıma salın, mən sizə o 2 dənə promptu göndərim. Yəni çox köməyinizə yetəcək onlar. Həm material hazırlamaqda, həm də kontent hazırlamaqda ki, bunu səhifə işlədən müəllimlər üçün məncə bu daha çox yəni yaxşı olar deyə düşünürəm. Məndə 2 dənədir. Bunu yadıma salın, amma qrupda varsa onsuz da. Yadıma salın, mən bu 2 dənə promptu sizə göndərim.
Ssenari 1 nədir? Dərs planının tərtibi. Məsəl üçün deyirəm ki, mən filan müəlliməm, yəni filan fənni tədris edirəm. Azərbaycan ədəbiyyat müəllimiyəm. Mövzum da isimdir. Bu mövzuda 9-cu sinif şagirdləri üçün 45 dəqiqə daxilində rollu oyunlar və debat olan bir interaktiv dərs planı tərtib et. Və şagirdlərin də mövzunu daha yaxşı anlaması üçün 3 real həyat nümunəsi daxil et. Artıq hazır şəkildə. Yəni onu yazmaqdan da çox şey asılıdır. Və bəzən hətta mən elə olur ki, mən onlarla dalaşıram. Həqiqətən də bu belədir. Bəzən olur ki, məsələn, istədiyimi vermir mənə. Deyirəm, yox da bunu belə elə, bunu belə elə. O da etmir. Amma normal şəkildə mən onu qırıq-qırıq yazmaqdansa bütöv şəkildə yazanda o mənə hazır şəkildə hamısını verir. Amma qırıq-qırıq yazanda yox. Bunu həqiqətən dəfədən sınamışam. Məsələn, fərqli çətinlikli testlərin yaradılması. Bir mətni, məsələn, bir Gemini kopyalayıram və yaxud da yazıram. Və bu mətn əsasında da Bloom taksonomiyasının 6 səviyyəsinə, nə bilim, xatırlamadır, anlamadır, tətbiqdir, təhlildir, qiymətləndirmədir, yaratmadır və uyğun olan 6 fərqli sual hazırla deyirəm. O da artıq hər şeyi hazır şəkildə verir mənə. Və yaxud da valideyn məktubları və yaxud da rəylər. Şagirdin zəif və güclü tərəflərini qeyd edirəm və ona tapşırıram. Deyirəm ki, məsəl üçün, bu şagirdin valideyni üçün həm motivasiya edici, həm də nöqsanları nəzakətlə bildirən bir 3 cümləlik nəsə bir peşəkar hesabat mətni yaz. Hazır şəkildə yazır və yəni sizin uzun-uzadı bir də vaxtınızı sərf eləməyə heç qəti şəkildə ehtiyac yoxdur. Texnologiya dərsin keyfiyyətini artıran əslində qadın mükəmməl bir alətdir, amma unutmayaq ki, texnologiya dərsin məqsədi deyil, sadəcə olaraq vasitəsidir. Yəni dərslərimizdə istifadə edə biləcəyimiz ən effektiv və tamamilə pulsuz platformalar var. Bilmirəm, bunları siz tanıyırsınızmı, istifadə edirsinizmi ya yox? Məsəl üçün Quizzes var, Kahoot var. Bunlar çox yaxşıdır. Məsələn, deyək ki, bir mövzudur, isim mövzusudur. Bundan yazıram ki, məsələn, isim quiz və yaxud da isim 9-cu sinif quiz. Belə yazanda orada müxtəlif şəkildə oyunlarla quizlər çıxır, suallar çıxır. Normal şəkildə test üsulu səviyyəsində də çıxır. Amma belə oyun səviyyəsində də çıxır. Yəni, çox da maraqlıdır. Bunu edə bilərsiniz. Bilmirəm, aranızda istifadə edən var ya yox. Amma belə, yəni, bunlar... Üzrə sənin sözünüzü kəsirəm. O proqramları qrupa yaza bilərsiniz. Belə xatırlamayacaq. İndi dediniz, düzdür. Hə, sadəcə mənə yazın, bayaq o dediyimi də. Mənə mütləq şəkildə yazın. Mən onları sizə deyim. Yazarsınız. Yaxşı, çox. Yəni, bu platformalar dərsin o qiymətləndirmə hissəsini, elə bilin ki, yəni, maraqlı bir şouya çevirir də. Həqiqətən bu belədir. Onlayn dərslərdə hətta sınamışam, effekti var. Yəni, dərsdə heç vaxt sınamamışam. Ümid edirəm, bir gün o da qismət olar. Və şagirdlər öz telefonları və ya da planşetlərin ekrandakı suallara sürətlə cavab verirlər və xal toplayırlar. Sürətdir, düzgünlükdür, yəni bunların da əsas olduğu üçün sinifdə artıq bir rəqabət baş verir. Artıq motivasiya bir mühiti yaranır. Bu da təbii ki, uşaqlar üçün ekstra, yəni belə deyək də, yəni irəliləmədir. Sonra, məsələn, WordWall. Bu da var. WordWall da çox gözəl proqramdır. İbtidai və orta siniflər üçün, məsələn. Orada şey var, çarx fələk var, uyğunlaşdırma oyunları var, crossboardlar var, gizli kutular var. Yəni, nə qədər oyunlar var ki, artıq onları hətta özümüz də hazırlaya bilərik, amma hazır şəkildə də orada var. Yəni, dərsin o təkrar hissəsində çarxı fırladıb çıxan sualı, məsələn, şagirdə vermək prosesi tamamilə əyləncəli eləyir. Və yaxud da sırayla da bunu eləmək olar. Sonra, rəqəmsal lövhə. Şagirdlərin eyni anda fikirlərini paylaşa biləcəyi kollektiv bir iş sahəsidir. Məsələn, evdə hər kəs öz təqdimatını lövhəsinə şəkil, audio, nə bilim, və yaxud da mətn kimi bir şeylər yükləyir və sinifdə bütün şagirdlərin işləri bir ekranda görünür. Və bunu da öyrətmək təbii ki, bizdən asılıdır. Bu, mən düşünürəm ki, böyük siniflər üçün o qədər də uyğun deyil, çünki onlar artıq universitetdə hazırlaşdığı bir dönəmlərdə, amma təkmilləşdirmə qrupları ilə, təkmilləşdirmə sinifləri ilə, aşağı siniflərlə bunu etmək çox maraqlı olar. Yəni, onlara slayd hazırlamağı tapşırırsınız və bir neçə, amma hamısına yox, təbii ki, onu çatdıra bilmədik, amma bir neçəsinə sırayla da, yəni, məsəl üçün, bir dəfə 4-ünə, bir dəfə 5-inə, belə-belə və onlar təqdim edirlər.
sinifdə çox da maraqlı bir şey alınır. Və müəllimlər üçün tamamilə pulsuz olan bir alət, Canva məsələn. Düzdür, orada bəzi pullu olan bir sıra hissələr də var. Amma belə, yəni ümumən istifadəsi pulsuzdur. Peşəkar şəkildə prezentasiyalar, sertifikatlar, posterlər, nə bilim animasiyalı dərs vəsaitləri siz hazırlaya bilərsiniz. Baxın, indi bu hissəyə xüsusi bir diqqət yetirin. Çünki biz artıq elə bir dövrdə yaşayırıq ki, sosial media artıq bir əyləncə platforması deyil. Düzdür, bəzi insanlar bunu o formada görür və artıq sosial media bəzi insanların nəzərində əyləncə platformasıdır. Amma əslində qalanda hər kəsin istiqaməti, hər kəsin yönü fərqlidir. Düzdür, ola bilər ki, bizim maraq dairəmiz fərqli ola bilər, bizim keşfetimiz fərqli ola bilər, fərqli videolar bizim önümüzə çıxa bilər və təbii ki, bu bizdən asılı olan bir şeydir. Və mən bunu da kəskin şəkildə iradla bildirirəm, amma yəni hər kəs sosial mediada əyləncə üçün var olacaq deyə bir şey yoxdur. Ya da kimsə özünü orada reklam edəcək deyə bir şey də yoxdur və bu fikirdən çıxmaq da mütləqdir. Çünki sosial medianı siz yəni işinizi ora yansıda bilərsiniz. Yəni sosial mediada olmaq, sosial media sizin bir vizit kartınız, nə bilim siz rəqəmsal bir sinifiniz və ya da şəxsi bir portfolyonuzdur. Yəni bu gün valideyn də, şagird də müəllimlə əlaqə saxlamazdan əvvəl nə istəyir? Deyir ki, müəllimin Instagram hesabı var, müəllimin TikTok hesabı var, baxa bilərəm dərslərinə. Kimsə dərsə qoşulmaq istəyir, düzdür? Məsələn, Qazaxda oturan tələbə mənim nə bilim adımı sanımı eşib dərsimə qoşulmaq istəyir. Qazaxda oturan tələbə, orada yaşayan tələbə mənim dərsimə necə qoşulsun axı? O artıq mənə nə istəyəcək? Deyəcək ki, müəllim, səhifəniz varmı? Dərsinizdən bir görüntü varmı? Nəsə də indi axırı sosiallıqla bağlı da belə deyək. Mən buradayım, o orada. Mən onu necə yönləndirmə eləyə bilərəm? Təbii ki, mənim o səhifəmi görəcək, girəcək səhifəmə baxacaq. Görəcək orada mənim dərs videolarım var, paylaşımlarım var, maraqlı kontentim var. Artıq o uşağa maraqlı gələcək və dərsimə qoşulmaq istəyəcək, sınaq dərs istəyəcək məndən ki, bir sınaq dərsi təşkil edeyim onun üçün. İndi hissə o rəfiyə gəlirəm. Məndən kim soruşmuşdu, yadımdan çıxıb. Məndən kim soruşmuşdu ki, şagird cəlb etməklə bağlı fikir deyəcəkləriniz olacaq. Kim soruşmuşdu? Məncə hamı onu soruşur, hamıya maraqlıdır. O xüsusən bir müəllim soruşmuşdu, amma bilmirəm hansınız idiniz. Baxın, yəni gedişat buradan başlayır. Məsələn, səhifələriniz var. Yəni mən də soruşmuşdum müəllimə. Kimin səhifəsi var? Hansı, yəni açıq şəkildə. Zibeydə müəllimi görmüşəm. Zibeydə müəllim son anda qoşuldu. Zibeydə müəllim səhifəsini görmüşəm, xatırlayıram. Amma başqa kimin, məsələn, burada açıq şəkildə də, yəni belə səhifə işlədir. Videolar paylaşır, nəsə bir kontenti var. Dərs səhifəm var, amma üzüm görünən videolar paylaşmıram da. Amma hardasa takipçi sayı 2000-ə yaxın səhifəm var. Dünya mənim istədim. Mənim də səhifəm var. Belə üzü açıq videolar paylaşıram. Əsasən trend olan videolar. Xatırlayıram deyəsən, bildim hansıdır. Az-maz belə, mənim yaddaşım orada çox zəifdir. Bilmirəm. Amma belə ara sıra bildim ki, hansınızsınız. Gördüm bəzilərinizin səhifəsi şəkil videolar, üzü görünməyən müəllimlərimiz də var, üzü görünənlər də var. Amma onu deyim ki, üzü görünməyənlər üçün biraz pis xəbər olacaq. Görüntü mütləqdir. Görüntü vacibdir, görüntü mütləqdir. Yenə deyirəm, o tələbə düzdür, sizin izahınız orada olacaq. Əsasında deyə bilərsiniz ki, əsas uşaq üçün nə lazımdır, onu mənim izahım lazımdır, mənim metodikam lazımdır. Amma biz daha çox kütləyə çatmaq istəyiriksə və daha çox tələbəyə çatmaq istəyiriksə, bizim görüntümüzün olmağı bizə daha belə deyək də irəli atır.
Məsələn, Instagramda adicə bilirsiniz, tələbə biz tələbəni tapmırıq. Tələbələr, şagirdlər bizi tapmalıdır. Və bunun üçün biz şərait yaratmalıyıq ki, onlar bizə çata bilsinlər. Bu şəraiti yaratmaq da təbii ki, nədən asılıdır? Sosial şəbəkədən. Sosial şəbəkədən mütləqdir. Yəni əgər bir müəllim, məsəl üçün mən özümdən nümunə deyim, mən məktəbdə işləmirəm. Hələ ki işləmək kimi bir fikrim də yoxdur. Gələcəkdə nə olar bilmirəm. Bəlkə ola bilər, hazırlaşaram, işləyərəm, amma hələ ki bir fikrim yoxdur. Çünki yəni fərqli tərzdə ağlımda fikirlər var. Ona görə hələ ki düşünmürəm onu. Amma gələcəkdə nə olar bilmirəm. İndi amma hal-hazırda mən məsələn məktəbdə işləmirəm. Ancaq və ancaq məndə repetitordur, yəni hazırlıqdır. Onlayn və yaxud da əyani şəkildə. Əyaniyə təzə keçmişəm. Daim məndə onlayn olubdu hazırlıqlar, amma indi onlayn da, yəni eyni qaydada davam etdirməyə çalışıram. Və məsələn mən də açığı sizə tam şəkildə reallıqdan danışım. Mən bir kursla işləyirdim və o kursda bir 10-15 nəfər yığılırdı və bir ay ödənişsiz şəkildə biz onlara dərs keçirdik o uşaqlara. Şagird yığmağın bir sıra taktikaları var. Amma mən heç məsləhət görmərəm ki, ödənişsiz şəkildə dərslər təşkil edəsiniz. Bu bir həftəlik də ola bilər, bu bir aylıq da ola bilər. Niyə görə? Çünki siz bir həftə keçdiniz ödənişsiz dərs, bir ay keçdiniz ödənişsiz dərs. Əmin olun ki, yekunda, sonda orada bir nəfər qala qalmaya, 10 nəfər qoşulubsa onun bir nəfəri qala qalmaya. Öyrənəcəklərin, öyrənib gedəcəklər sizdən və yekunda heç bəlkə də sizə sağ ol da deməyəcəklər. Yəni ödənişsiz şəkildə dərs keçən düzdür, müəllimlər ola bilər və yaxud da bəlkə də aranızda keçmisiniz. Mən də keçmişəm, amma bir səhv eləmişəm. Bir də edərəmmi, etmərəm. Yəni necə deyim, bilmirəm. Lovğalıq kimi qətiyyən çıxmasın. Amma ki, bunu mən qəti şəkildə tövsiyə eləmirəm. Çünki bilirsiniz necədir? Hər əziyyətin qarşılığı olmalıdır. Az da olsa hər əziyyətin bir qarşılığı mütləqdir ki, olmalıdır. Mütləq deyil siz oradan məsəl üçün dərs keçirsiniz, böyük bir miqdarda o hazırlıqdan belə deyək, yəni qarşılıq alasınız, amma yox. Az olsun, amma sizin də əziyyətiniz orada dəyərləndirirsiniz. Çünki əziyyətin dəyəri bilinməyən yerdə halallıqdan söhbət gedə bilməz. Ona görə də siz orada əziyyət çəkirsiniz. Siz orada necə deyim, yəni bir biri götürməyə çalışırsınız. Əziyyət çəkirsiniz, enerji gedir, vaxt sərfiyyat edirsiniz. Bunun əvəzində yenə deyirəm, aşağı məbləğ də olsa, mütləqdir ki, orada bir qiymət olmalıdır, bir dəyər olmalıdır. Olmasa mümkünatı yoxdur. Yəni ödənişsiz dərs keçməyə qətiyyən məsləhət görmürəm. Bunun üçün fərqli yollar var. Ödənişsiz dərs keçmək əvəzinə, məsələn, necə eləyə bilərik? Giveaway-lər təşkil eləyə bilərik. Giveaway-lər nədir? Yəni ki, məsələn, deyirəm ki, bir reklamlar, bilmirəm, aranızda qoyanlar varmı səhifələrinizdə? Əgər edirsinizsə, bu sizin üçün daha yaxşıdır. Qoymağı bilmirsinizsə, öyrənməyə çalışın. Bununla bağlı inşallah bir gündə istəyərəm bir təlim təşkil eləyim. Amma elə ki, yox. Amma, yəni, necə deyim, o formada şagird yığmağı məsləhət görmürəm. Ancaq və ancaq ya reklamı qoya bilərsiniz səhifələrinizə. Bu sizin həm səhifənizi ön plana atır, həm sizə takipçi gəlir, həm sizə görüntülənmə gəlir, həm sizin orada qoşulanların sayını müəyyənləşdirir, artırır, səhifənizə baxışı yığır. Yəni bunu ətraflı şəkildə təmin etmək sizin özünüzdən asılı. Təbii ki, bu da müəyyən bir büdcə tələb eləyir, amma çoxsaylı büdcə ilə başlamağı da belə çoxsaylı bir büdcə ilə başlamağı da tövsiyə eləmirəm. Az-az da altdan, yavaş-yavaş. Birdən-birə yox. Belə. Bu ayrı məsələ. Mənim tam olaraq nəyi nəzərdə tutursunuz ki? Reklam. Məsələn. Mənə də maraqlı. Məsələn, deyək ki, yay yaydır da indi. Yay dərsləridir. Düzdür. Yay dərslərinə bağlı bir video çəkmişəm və bunu mən paylaşıram səhifədə. Amma qoşulan yoxdur. Çünki hamı istirahətdədir. Amma bunu təyin etmək mənim özümdən asılıdır. Mən orada müəyyən bir büdcə vururam da səhifəyə, həmin o paylaşıma, videoya. Orada bölgə seçirəm. Məsələn, nə bilim, seçirəm Binəqədi, Biləcəri, nə bilim, Xırdalan, Yasamal,
Müşfiq, sonra seçirəm məsəl üçün, nə bilim, Tovuz, Lənkəranda nə gəldi seçirəm də, yəni bildiyiniz rayon, bölgə fərq etmir. Bunu özüm seçirəm də, müəyyənləşdirirəm özüm, yeri, yurdu özüm müəyyənləşdirirəm. Hə, ondan sonra nə olur? Ondan sonra mən ora məsələn o bölgəni yerləşdirirəm ki, hansı bölgələrdə olan insanların bu sadəcə və sadəcə önünə çıxsın. O da gedir çıxır insanların önünə, rastına. Yəni həmin düzdür. Bunun vaxtını müəyyənləşdirmək də olur. Məsələn, qoya bilərsiniz ki, 5 günə $2. Yəni 5 gün ərzində davam eləsin $2. Bu təxminən 14-15 manat falan belə eləyir. Təbii ki, bu metoda var. Instagramın içərisində qoymaq və bir də sizə onu deyim ki, ən yaxşı, ən effektiv reklam Instagramdan qoyulan reklam. TikToka da reklam vuranlar olur, amma TikToka reklam vurmaq biraz mənasızdır. Çünki orada sadəcə və sadəcə görüntülənmə gəlir. İzlənmə gəlir və yorum gəlir. O da gedir Allah çıxır Allah bilir kimlərin qarşısına və bizə lazım olan kütlənin qarşısına çıxa bilər. Yəni mən o barədə düz əvvəl edirdim, mən də əvvəl edirdim, amma indi qətiyyən etmirəm. TikTok qətiyyən heç vaxt reklam vurmuram. Artıq son neçə aydır da, 9 ay falan olar bəlkə də vurmuram. Əvvəl başlıqlarda edirdim. Niyə? Çünki səhifəm yeni idi. Amma əslində qalan indi etmirəm. Öz-özünə indi bütün baxışları öz-özündən yığır. Və məsləhətdə görmürəm. Amma Instagramda etsəniz bu daha yaxşı olar. Hə, Instagramda edə bilərsiniz. Çünki Instagramda edilən reklamın effekti də olur və oradan sizə gələcək tələbələr də olur, şagirdlər də olur. Az da olsa gəlir. Hətta soruşanlar da çox olur. Ola bilər ki, soruşarlar. Məsələn, mən qoşulmaq istəyirəm. Şəbnəm müəllimin orada videosu qarşıma çıxıb. Mən də oturmuşam, nə bilim, Lerik rayonunda. Videosu çıxıb qarşıma ki, onlayn hazırlıq keçir. Və mən ondan soruşuram, dərslə bağlı məlumat alıram o reklam qoyduğu videodan, amma büdcəm çatmır da, maddi imkanım əl vermir ona qoşulam. Amma mənim yadımdadır ki, hə, filan qiymətə dərs keçən müəllim var. Və mən onu yadımda saxlayıram, nömrəsini alıram. Artıq müəyyən bir vaxt keçən sonra təzədən mən həmin müəllimə müraciət edirəm və yenidən ona qoşuluram. Yəni ki, və onları qeyd etmək də lazımdır. Yəni, onlarla bir dəfə yazışdınız, əlaqəni kəsdiniz, söhbəti yox. Elə şey yoxdur. Elə bilirsiniz, yəqin bir dəfə sizlə danışdı, bir dəfə sizdən qiymət soruşdu. Bu uşaq artıq mənə qoşulmaz, belə bir şey yoxdur. Siz onun əlaqə nömrəsini alın, ad soyadını alın, qeyd edin və bunun üçün əlavə bir iş nömrəsi olsa daha yaxşı olar. Qeyd edin və o soruşduğu vaxtdan müəyyən bir vaxt keçəndən sonra onun özünə təzədən yazın ki, dərslərimiz indirimdədir. Hələ də qoşulmaq istəyirsinizmi? Bu formada bir cümlə yazın və artıq o uşağa yenidən bir xatırlatma edirsiniz ki, mən varam ya, buralara yetsin. Yəni belə. O artıq yenidəndən o beyinə gedir ki, filan müəllim idi, bu təzədən mənə yazıb. Yenidən düşünün və əmin olun ki, oradan bir 70% uşaq qoşulur. Yəni, həmin o uşaqla bir dəfə danışdım, sağollaşdım, qoşulmadı, söhbəti yoxdur. Yenidən əlaqə saxlamaq lazımdır. Yenidən danışmaq lazımdır. Çünki bəzi kurslar hətta bunu belə eləyir. Yəni ki, danışırlar, amma həmin o geri dönüş edən, dərsləri soruşan uşaqlara yenidən əlaqə saxlayırlar. Bir müddət sonra yenidən əlaqə saxlayırlar ki, bəlkə fikri dəyişdi ola bilər. O yazmır, mən yazım ona xatırladım. Nə gedir ki, məndən? Uzaq başı 2 dəqiqə vaxtım alacaq. Yəni belə. Sonra başqa nə deyəcəkdim mən? Hə, səhifə məsələsini deyirdim. Səhifə məsələsində nə eləmək lazımdır? Səhifə məsələsini də ümumiyyətcə qurmaq lazımdır. Yenə deyirəm, görüntü vacibdir. Ola bilər də, yəni deyə bilərsiniz ki, yox da bu yoldaşım icazə vermir, nə bilim, atam, anam icazə vermir, üzümün görünməyinə qarşıdırlar. Bu kimi problemlər də olur. Təbii ki, başa düşüləndir. Hamının ailəsi buna icazə verəcək deyə bir şey yoxdur. Amma burada pis bir şey də yoxdur. Çünki pis bir şey etmirsiniz, pis bir şey etmirik. Biz, yəni, bilik veririk, elm öyrədirik və bunu ən yaxşı formada təqdimatını edirik, çatdırırıq hamıya. Yəni, burada pis bir şey yoxdur. Bunu kim necə başa düşürsə düşə bilər.
Başlarda hamı linçlənir, başlarda çox linçlənirsiniz. Hətta deyə bilərəm ki, yəni soyudacaq bir vəziyyətə gətirirlər səni. Amma yenə də tutduğumuz yoldan dönmək olmaz. Çünki bu yolu seçmişiksə, bu yolun artıq davamçısıyıq biz. Çünki pis bir şey etmirik. Pis bir şey etsə yenə hə. Amma biz yəni sadəcə işimizi reklam edirik və bu da iyi bir şey deyil. Video deyirdim mən. Hə. Uzun sıxıcı dərs videoları var ha. Baxın, onlar qətiyyən sosial mediada izlənmir. İzləyiciyə 15-30 saniyə. Əslə qalanda mən 1 dəqiqə 30 saniyə ilə edirəm. Düzdür, izlənir, amma ürəyin istəyən izlənmir. Amma 15-30 saniyə ərzində konkret bir fayda verəcək bir video kontent olmalı, bir post paylaşmalısınız. Nümunə başlar. Məsəl üçün, imtahanda 90% tələbənin etdiyi 3 kritik səhv. Bu qaydanı 20 saniyə yadda saxla. Sınav imtahanında vaxtı necə qənaət etmək olar? Orada qarmaq hissə var. Yəni, ilk 3 saniyə izləyicini saxlayacaq da, yəni növbəti videoya keçid etməyə qoymayan ki, vurğulu cümlələr var. Məsələn, bunu bilmirsinizsə, imtahanda yüksək bal gözləməyin. Belə kəskin şəkildə hətta. Yəni, necə var elə. Bu formada paylaşma edə bilərsiniz. Başlıq olaraq qarmaq cümlə budur, huq cümlələr. Məzmun, gövdə hissəsi 15 saniyə, ən sadə dildə, nümunə ilə qaydanın və yaxud da ki, məsləhətin izahı ola bilər. Ən sonra çağırış, son 3 saniyədə. İzləyicini fəaliyyətə təşviq edin. Məsələn, daha çox belə qaydaların gəlməsi üçün profil izləyin və yaxud da videonu fən yoldaşına göndər, videonu dostunla paylaş, yəni bu tipli videolar. Estetika və işıq. Videoları çəkərkən işığın üzümüzə düşməsi, səsimizin aydın olması, nitqimizin axıcı rəvan olması, mümkünsə sadə bir yaxa mikrofonu istifadə etmək, arxa fonun səliqəli bir vəziyyətdə olması, məndə məlum məsələ. Səliqəli görüntülər, yəni izləyicidə avtomatik olaraq bir peşəkarlıq təəssüratı yaradır da. Yəni bunların hamısı izləyicini həqiqətən də cəlb edən hissələrdir. Ona görə də elə olub ki, məsələn 50 dənə video çəkmişəm, amma heç biri də düzəməlli bir video çıxmayıb ortalığa. Çünki orada estetik bir görünüş olmuyor. Halbuki necə hazırlaşıb mən o videonu çəkmişdim, amma paylaşmamışam, çünki görüntü o deyildi. Ola bilər mənim danışıq tərzim, ola bilər orada ötürdüyüm paylaşımlar əla öz yerində, amma estetika, görünüş heç nə, yəni sıfır, bildiyiniz sıfır. Mənim orada nə danışacağım baxmayacaq. Görəcək ətrafdakı heç nə yerində deyil, işıqlandırma yox, müəllimin üzü qıpqırmızı qızarıb, yəni danışıq desən var, müəyyən məlumat bazası desən var, amma görüntü ürək açan deyil və sıxıcı gəlir, izləmək istəmir insan, olub mənə dəfələrlə. Yəni belə. Sonra keçək ən vacib məsələ şagird və valideyn cəlb etmə strategiyaları. Baxın, işini çox yaxşı bilən minlərlə müəllim var, minlərlə savadlı müəllim var. Amma ola bilər ki, auditoriyaları azdır. Niyə? Çünki onlar öz işlərini təqdim etməyi, pedaqoji marketinqi bilmirlər. Müəllimin öz fəaliyyətini təqdim etməsi eyib və yaxud da qeyri-etik deyil, əksinə öz peşəsinə olan hörmətinin göstəricisidir. Bacardığımın artığını mən hətta göstərməyə çalışıram. Daha yaxşı şəkildə videolar təqdim etməyə çalışıram. Fərqli hissələrdən, fərqli sahəyə yönəldiyim vaxtlarda olur. Amma ki, yenə də məsələn mən o fikirdə deyiləm və o fikirdə qətiyyən ətrafımda olan o insanların fikri də mənim üçün önəmli olur. Yəni mən qulağımı bağlayıb gözümü yumub önə baxıram. Yəni arxada deyiləcək heç bir şey mənim fikrimi qətiyyən dəyişmir, dəyişə də bilməz. Kim nə deyir desin, inanın ki, mən sadəcə dinləyirəm, amma heç bir şəkildə vecimə deyil və siz də belə olun. Çünki o formada ancaq işinizi irəlidə bilərsiniz. Niyə bunu deyirəm? Çünki mənə nə qədər yazan müəllimlər oldu bu tərimlə bağlı, amma aranızdan gün neçə nəfəri buradadır. Görürsünüz də. Deməli, siz buradasınız. Niyə? Çünki siz nələrsə etmək istəyirsiniz, irəli getmək istəyirsiniz, müəyyən şeyləri əldə etmək istəyirsiniz ki, buradasınız. Digər müəllim, düzdür. Məsələn, mən 200-ə qoymamışam bunun ödənişini, məbləğini ki, edənlər də var. Amma çox
az bir formada və gündəlik belə deyək də reallıqla danışacağam. Gündəlik şəkildə biz onsuz da o məbləği xərcləyirik, amma çox sayda mənə yazanlar oldu və qiymət, yəni yenə deyirəm, wow bir qiymət deyil. Mən olsam, mən çox təlimdə iştirak etmişəm. Yəni fərqli qiymətlərdə. Amma yenə deyirəm, hal-hazırda siz burdasınızsa, deməli siz müəyyən bir səviyyəyə çatmaq üçün siz bura qoşulmusunuz və müəyyən şeyləri bilmək üçün qoşulmusunuz və bu da irəliləmək istəyən bir müəllimin sadəcə göstəricidir və əgər siz burdasınızsa və siz əgər o düşüncədəsinizsə, qəti şəkildə bu yoldan dönməyinizi heç bir şəkildə tövsiyə eləmirəm. Tutduğunuz yolda davamlı şəkildə irəliləyin. Yəni səhifə açmaqdır, işlətməkdir, üzünüzün görünməyidir. Bunlar pis bir şeylər deyil, eyib bir şey etmirsiniz. Yəni bu yöndə getsəniz daha yaxşı irəliləyə bilərsiniz. Bəlkə də ola bilər ki, məsələn, mən deyək ki, 1 ildir varam, məsələn deyirəm, amma 2 aydır ola bilər, aça bilərsiniz səhifə, amma elə fərqli kontentlər yarada bilərsiniz ki, elə fərqli videolar paylaşa bilərsiniz ki, o 1 ildə sosialda olan müəllimi ötüb keçə bilərsiniz. Çünki sizin fərqli yaradıcılıq qabiliyyətiniz var, fərqli kontent ideyalarınız var. Yəni bu belə-belə irəliləyir bu işlər. Yəni qəti şəkildə onun çoxsaylı təcrübəyə yəni aidiyyəti yoxdur. Bəs şagirdləri valideynlərin etibarı necə qazanmalıyıq? Məsələn, sosial sübutu. Bir sosial sübut yaratmaq lazımdır. İnsanlar çünki nəticəyə inanırlar. Yəni şagirdlərimizin topladığı yüksək ballar, onların qazandığı uğurlar, onların əldə etdiyi ki, uğurlar var və onları səmimi bir WhatsApp mesajları olsun, adlarını gizlətməklə amma və yaxud da valideynlərin bizə göndərdiyi səs yazıları olsun, bunların hamısını yenə də adlarını gizlətməli, müntəzəm olaraq profilimizdə paylaşa bilərik. Yəni bu pis bir şey deyil. Yəni bu yeni valideyn üçün ən böyük zəmanəti deyə bilərəm. Yəni məmnuniyyətlərdir, geri dönüşlərdir, bunları paylaşmaq çox yaxşı bir şeydir. Valideyninlə əlaqəni saxlamaq, şagirdin mənfi hərəkəti və yaxud da ödəniş vaxtı çatanda qurmayın. Hər ay ən azı bu düzdür, valideyn bunu etməlidir. Biz etməli deyilik əslində qalanda. Hər ay ən azı bir dəfə valideynin şagirdə qarşı, yəni şagirdin kiçik bir müsbət irəliləyiş haqqında bir səsli bir mesaj və ya bir şey yaza bilərsiniz. Ki bəs bugün xüsusilə aktiv idi filan tələbə və bu irəliləyişi məni çox sevindirdi. Yəni bu kiçik diqqət artıq valideynin gözündə əvəz olunmaz bir müəllimə çevirəcək sizi. Yenə deyirəm, pulsuz ustad dərsləri və açıq dərslər də var. Məsəl üçün, potensial şagirdlərinizə sizin metodikanızı sınamağa imkan verin. Qruplarınızı doldurmaq istəyirsinizsə, dərslərə başlamazdan əvvəl ola bilər, məsələn, sınaq dərsləri təşkil edin. İnsanlar sizin dərs keçmə üslubunuza, enerjinizə, bunları gördükdən sonra artıq onlar yazılmağa başlayacaq. Yəni sınaq dərsi olmağı, yəni o sizin üçün yaxşı bir şeydir. Çünki tələbə birdən-birə sizə qoşulmayacaq təbii ki. Sınaq dərs mütləqdir. Öncəliklə sınaq dərsi olmalıdır. Bəs yaxşı, mən o sınaq dərsdən tələbədən, o sınaq dərsdə qoşulub tələbə. Bəs mən necə eləyim ki, o sınaq dərsdə olan tələbə mənim dərsimə davamlı olaraq qoşulsun? Sizcə necə? Necə edə bilərik? Məsələn, sizin özünüzdə fərqli bir metodika var bununla bağlı. Müəlliməm, mən də məsəl üçün özüm dərs izah eləmək yerinə şagirdə biraz sual-cavab eləyirəm ki, sınaq dərsi elə keçirdirəm məsəl üçün. Sual-cavab eləyirsiniz, mövzu izah eləmirsiniz. Mövzunu məsəl üçün biraz adını çəkirəm və yaxud da məsəl üçün məndə riyaziyyat müəllimliyi olduğu üçün məsəl üçün Əbu Bəkirovdan danışıram, sonra onun zəif nöqtələrini tapmağa çalışıram, sual verirəm, sonra belə yəni təşkil edirəm. Məsəl üçün, düzdür. Əslinə qalanda mövzunu izah etmək əvəzinə biz uşağa suallar veririk.
Məsələn, o sualların da yarı hissəsi təbii ki, çətin ola bilər, yarı hissəsi asan ola bilər. Bu bizim verə biləcəyimiz suallardan asılıdır. Və həmin tələbə o verdiyimiz suallardan bir ikisini bilməyə bilər, normaldır. Biz bildiyi hissədən yox, təbii ki, bilmədiyi hissədən biz ona hansı sualı vermişdik, o sualı artıq izah etməliyik ki, bax sən buna görə bu sualı bilmədin. Yəni sənin onun belə deyək, yəni çətin hissəsini tutmaqla hansı hissədə ki, onun büdrəməsi var, artıq o yönünü tutub oradan müəyyən ona suallar vermək lazımdır. Nümunələr gətirmək lazımdır, hətta onun özünə də misal vermək lazımdır. O misalı qavramamış sınaq dərsi yekunlaşdırmayın. Və yaxud da o dərsi başa düşməmiş sınaq dərsi yekunlaşdırmayın. Düzdür, sınaq dərsi maksimum 30 dəqiqə, minimum 15 dəqiqə olur. Amma ki, belə deyim də, yəni bu sınaq dərsində danışmaqdan da çox şey asılıdır, enerjimizi ötürməkdən də çox şey asılıdır. Amma ki, yenə deyirəm, sualları verən zaman çətin tipli suallara biraz üstünlük verməliyik. Biraz nə dərəcə doğru səslənəcəyi bilmirəm, amma yəni belədir. Belədir. Biraz çətin tipli suallara üstünlük verin. Asan suallar da vermək lazımdır ki, şagirddə müəyyən özgüvən formalaşsın, özünə motivasiyası itməsin. Amma çətin tipli suallar veririk və o çətin tipli suallardan suallar üzərindən tələbəyə biz onları izah eləyirik. Və təbii ki, biz onu izah eləyirik, yəni onu pərt eləmirik orada. İzah eləyirik, o artıq başa düşməmiş, amma ondan da əl çəkmirik. Başa düşür, başa salırıq və onun tam şəkildə onun beynində yerləşməsi üçün, tam şəkildə onu başa düşməsi üçün ona bir neçə nümunə suallar da veririk. O artıq o sualı hazır şəkildə, yəni qaydaları izah eləyir bizə, yəni o məsələ misal nədirsə, yəni onu həll eləyir, verir. Artıq biz bilirik ki, bu uşağa mən bu şeyi bu sınaq dərsində 30 dəqiqə ərzində öyrədə bildim. Onsuz da əmin olun ki, siz sınaq dərsdə keçsəniz, siz adi dərsdə keçsəniz, sizi qıraqdan valideyn izləyir və görür. Mən hal-hazırda burada oturmuşam, düzdürmü? Görə bilirsiniz, mənim ətrafımda bəlkə başqa adamlar da olub. Təbii ki, başqa adamlar da var oturub yanımda. Təbii ki, bunu görə bilmərsiniz. Bu tələbələrdə də belədir. Sınaq dərsi keçən zaman xüsusilə valideyn, 90% valideyn uşağın yanında durur. Siz onu görmürsünüz və eşitmirsiniz də. Bəzən onda xışıltı səsində mən eşitmişəm, amma deməmişəm. Amma bilmişəm ki, orada valideyn oturub. Amma elələri də olur ki, həqiqətən bilindirmir. Yenə deyirəm, yəni orada 90% valideyn gəlir, oturur, iştirak edir ki, dərsdə görün müəllim bu dərs necə keçir, hansı səviyyədə keçir. Və o tələbə də, müəllim də onsuz da görür ki, siz ona o dərsi tam şəkildə izahını verməmiş, ondan belə deyim də, yəni necə deyim, yəni onu tam şəkildə ondan almamış, siz ondan əl çəkmirsiniz. Bunu onsuz da valideyn görür, uşaq da görür ki, bu müəllim məni həqiqətən də öyrədə bilər. Və artıq siz oradan müəyyən xal qazanırsınız və o tələbə sizin artıq dərsinizə qoşulmağa çalışır, qoşulur daha doğrusu və beləliklə siz irəliləyirsiniz, davam edirsiniz. Yəni bu tipdə irəliləyir. Yəni hər nə biliriksə, istənilən məqamda, istənilən hər şeydə bunu qarşı tərəfə ötürməliyik. Yəni bildiklərimizi paylaşmaq bizi aşağı salmır. Və yaxud da ki, bildiklərimizi paylaşmaqla biz daha çox qazanacağıq deyə bir şey də yoxdur. Nə biliriksə, bunu qarşı tərəfə öyrətməliyik. Onu öyrətdikcə, onu dedikcə biz daha çox fərqli üsullar kəşf etməliyik. Yəni, eyni yerdə qalmaq yox, fərqli hissələr sınamalıyıq. Yenə deyirəm, yəni ki, sizin dərs keçmə üslubunuzdan və enerjinizdən ilk sınaq dərsdən çox şey asılıdır. Yəni, o uşağın qoşulmasından və qoşulmasından. Ola bilər ki, sizdən mənfi enerji ola bilər, açığı auranız o uşağı açmaz, bəyənməz, ya da yola verdiyinizi hiss eləyər. Yəni, bunların hamısı normal şeylərdir və yekunda təbii ki, qoşulmayacaq o tələbə. Nəsə bir bəhanə uyduracaq, ya ödənişlə bağlı, ya da fərqli bir şey. Amma elə tələbə var ki, ödənişə qətiyyən baxmır, müəllimi ilk sınaq dərsini o qədər sevir, o qədər bəyənir ki, onun dərs keçməsini və aurasını, enerjisini. Onun o gözünə ödəniş görünmür və artıq həqiqətən də o, yəni qoşulur davamlı şəkildə.
Yekun müəllim brendinin qurulması. Bax, bugün ümumiyyətlə danışığımızda bütün metodlar, interaktiv metodlar, süni intellekt, sosial media, düzgün ünsiyyət tək bir böyük bir anlayışa xidmət edir də. Yəni müəllim brendi. Bizim bu danışıqlarımızın hamısı müəllim brendi deməkdir. Brend nədir? Brend o deməkdir ki, məsələn bir yerdəyik də, bir məclisdə oturmuşuq və o məclisi tərk edəndən sonra sizin haqqınızda, sizin arxanızdan da, yəni siz gedəndən sonra haqqınızda danışılan sözlərdir. Bu pis şey də ola bilər, yaxşı şey də ola bilər. Əgər o məclisdən sonra gedirsiniz, orada pis şey danışır, deməli sizin pis brendiniz var ki, o şeylər danışılır. Yox, əgər həqiqətən də siz getdikdən sonra arxanızca yaxşı şeylər deyirlərsə, təbii ki, siz çox gözəl şəkildə də hər şeyi qurmusunuz demək. Yəni brend də o deməkdir. Valideynlər də bir-birinə mütləq o müəllimin yanına get, uşağını onun yanına qoy, o uşağın dili və fənnini sevdirir. Bu deyirsə, yəni artıq biz brend yaratmışıq deməkdir. Güclü bir müəllim brendinin də 3 qaydası var. Davamlılıq. Bir gün həvəslənib, məsələn, iş görüb bir ay ara vermək yox. Dərslərimizdə də, sosial mediada da sistemli olmaq lazımdır. Davamlı şəkildə paylaşımlar, davamlı şəkildə storylər, bunlar mütləqdir. Çünki mən girib baxa bilərəm, paylaşım mənim önümə çıxır, amma sizin paylaşımınızı mən elə ola bilər ki, məsələn, görə bilmərəm. Sizin paylaşımınız elə deməz ki, siz o paylaşımı belə deyim də, yəni ön plana çıxartmalısınız. Storylər, davamlı şəkildə story ki, yəni burada mən varam, yəni gir mənim səhifəmə, storyimə bax, davamlı şəkildə səhifəni aktiv saxlamaq storylərdən asılıdır. Təbii ki, demirəm, indi hər önümüzə gələn storyləri atmalıyıq, yox. İşimiz nə var? Nəsə bir PDF hazırlayırsınız ya da nə bilim bir özünüzə vaxt ayırdığınız hiss olubdur. Fərqli tərzdə, yəni kontentiniz nədən ibarətdirsə o formada. Və bizim səhifəmiz ancaq dərs səhifəsidir, müəllim səhifəsidir, mütləqdir ki, mən orada ancaq dərs videoları paylaşmalıyam deyə bir şey də yoxdur. O sıxıcı gələr. Məsələn, elə müəllimi tanıyıram ki, onlar həm orada dərs videolarını paylaşır, eyni zamanda gündəlik həyatlarını da paylaşırlar və əmin olun ki, gündəlik həyatlarına görə onları izləyən 90% insan var. Amma eyni zamanda o 90% kütlə onların tələbə və valideynləridir. Çünki maraqlı gəlir onlara. Sonra etik standartlar və peşəkarlıq. Geyimimizdir, nitqimizdir. Şagirddən olan məsafəmizdir, peşəkar bir duruşdur. Hər zaman, yəni bunlar bizim etibarımızı müəyyənləşdirir ki, biz onsuz da müəllimik. Bizim hər hansı bir danışığımız, işlədəcəyimiz bir ifadə, geyimimizdə hər hansı bir nöqsan, şagirdlərlə olan aşırı dərəcədə olan bir məsafə, yaxınlığı, bunların hamısı bizə zidd və ziyandır. Ona görə də düzdür, biz robot deyilik, biz səhv edə bilərik. Ola bilər ki, bəzən səhv deyə bilərik, səhv anlaşıla bilərik. Bunlar normal şeylərdir, amma hər şey çərçivəsində olsa daha gözəldir. Özünə investisiya qurmalısan. Heç vaxt mən artıq hər şeyi bilirəm demək lazım deyil. Kitablar, təlimlərə davamlı şəkildə qatılmaq, kitablar oxumaq, yeni texnologiyalar öyrənmək, özünə investisiya edən bir müəllim dəyərini onsuz da hər zamanda qoruyacaq. Yəni, nə bacarırıqsa özümüzü inkişaf etdirmək üçün hər tərəfli şəkildə, yenə deyirəm, bu kitablar ola bilər, özünü inkişaf etdirən kitablar ola bilər və yaxud da təlimlər ola bilər. Hər şeydən, hər ağızdan biz bir şey öyrənirik təbii ki. Yəni, bunları biz ön plana tutsaq, təbii ki, biz istədiyimiz belə deyək də, nöqtəyə də gedib çatacağıq və mən sizə bir kitab da önərim. O kitab düzdür, o tərəfdədir. O böyük ehtimal ki, çata bilməyəcəm ora. Bir kitabdır, bilmirəm, oxumusunuz yoxsa yox. O Qurbağanı Ye. Bu kitabdır. Bilmirəm, bəlkə də oxuyarsınız. Çünki çoxdandan bu kitab var. Amma o kitab o qədər mükəmməl kitabdır ki, yəni hər şeyi xırdalığına qədər orada verir. Nəyi necə etmək lazımdır? Vaxta necə qənaət etmək lazımdır, filan vaxtda nə qədər şey çatdıra bilərsən. Yəni, bunların hamısı o kitabda var. Ki, onsuz da o qədər baha bir kitab da deyil. Amma o kitabı alıb oxumalısınız mütləq şəkildə. Bax, o kitabda bədən dili bir kitabı var. Yanımda deyil, yəni ki, kursda qalıb.
Bədən dili kitabıdır, budur. Bunlar bizim ən çox da oxumalı olduğumuz kitablardır. Çünki biz müəllimik və biz daim uşaqlarla işləyirik. Müxtəlif psixologiyaya malik olan valideynlərlə uşaqlarla işləyirik. Onların hər birinə, yəni yaxından bələd olmalıyıq. Ona görə də, yəni mənim sizə məsləhətim, mənim sizə həmkar kimi məsləhətim, burada məndən böyükləriniz də var, böyük ehtimal ki, kiçiklər də var. Amma yəni mənim öz təcrübəmlə də bunu deyə bilərəm ki, çoxlu sayda təlimlərə qoşulun, çoxlu sayda müəllimləri izləyin və onların metodikalarını qıraqdan izləyin. Görün o müəllimə necə keçir, danışığı necədir, tərzi necədir, uşaqlara yanaşması necədir, hansı metodikalardan istifadə edir. Ən vacib məsələ bunlardır və Telegram kanalları. Telegramda çoxsaylı, yəni sırf fənnimizə, ixtisasımıza aid olan kanallar var. Bunlarda olun, iştirak eləyin, baxın, oradan müxtəlif PDF-lərdir, müxtəlif materiallardır. Bunların onsuz da hər biri orada paylaşılır. Yəni əldə etməyə çalışın, fərqli yerlər sınayın. Yəni davamlı şəkildə gözünüz nəsə axtarsın. Yəni demək istədiyim budur. Belə. Mənim deyəcəklərim bunlar idi. Təbii ki, sizin də mənə deyəcəkləriniz varsa, bəzi şeylər var ki, onları da sizə göndərəcəm qrupda. O prompt dedim. Bir də nəsə dedim. Başqa nəsə dedim yenə. Kimsə mənə nəsə dedi, mən dedim. Dedim ki, göndərəcəm, amma yadımdan çıxdı, baxın. Mənə yazarsınız ona görə ki, mən sizə göndərim onları. Bir şey. Həmin proqramları deyirdilər müəllimlər. Bir də kitabın adını bir də zəhmət olmasa deyərdik. O qurbağanı ye. Üstündə qurbağa şəkli var. Əslində göstərə bilər. Bir dəqiqə görüm, dura bilirəm. Dura bilsəm göstərəcəm. Pəncərəmin ağzında deyil. Sən unut. Bu. Gördünüz. Bəli, müəllimə gördüm. Çox sağ olun. Bu kitab. Az vaxtda daha çox iş görməyin 21 üsulu. Belə. Mənim deyəcəklərim bunlar idi. Sizin də mənə 22-20-yə qədər deyəcəkləriniz nələr varsa buyura bilərsiniz. Biraz çox danışdım elə bir. Təşəkkür edirəm sizə. Çox sağ olun, mənim çox Mən də təşəkkür edirəm, sağ olun. Sizdən bir söz soruşmaq istəyirdim. Təbii ki, buyurun. Onlayn dərslərdə uşaqlar üçün qayıtlar atılır, video qayıtlar. Ekran qeydləri. Ekran qeydləri. Baxın, bayaq dedim mən sizə video izahı link kimi göndərmək. Hər dəfə onları ona atsanız, onlarda bir arxayınlıq hissə mənə gələ bilər. Deyər ki, bugün qoşulmayım, onsuz da müəllim atacaq da mən ekran kaydını. Bildiniz necə? Başa düşdüm. Ona görə də yox, atmayın. Yəni, sənin dərsin filan vaxtda deyil. Filan vaxtda da dərsində ol da. Məktəbdə saat neçədə başlayır dərs? Məktəbdə dərs saat 9-da. Məktəbdə klassik, yəni qanun olaraq dərslər saat 9-da başlanır və hamı bir nəfər kimi saat 9-da dərsdə olmur. Mən də sənə vaxt təyin etmişəm, saat 3 üçün, məsələn. Sən də saat 3 tamamda dərsdə olmalısan. Yox, müəllim, mən bugün qoşula bilmirəm, mənə ekran kaydı göndər. Elə bir şey yoxdur. Keçmək olar, nəsə bir pis bir hadisə baş verir, ya da nəsə bir xeyir iş olar, toya gedər, nəsə bir şey olar, onda ola bilər. Amma belə, yox, gəzməyə gedirəm, yox, işığımız sönüb, yox, nə bilim, qazımız qutarıb, qoşula bilmirəm, nəsə belə bəhanələrlə yox. Ola bilər, mövzun... Belə halların olmaması üçün əvvəlcədən sözləşmə olmalıdır. Sözləşmə, bəli. Bir şey deyim sizə. Baxın,
Adicə onlayn dərslərdə də bu bəzi edən müəllimlər var. Adicə məsələn kurslarda necə öncədən müqavilə imzalanırsa, müqavilə olurdu arada. Onsuz da o tələbələr gedib araşdırmayacaq, görəsən bu rəsmi müqavilədir yoxsa yox. Özünüz üçün bir müqavilə hazırlayın sizlə tələbə arasında. O müqavilə, yəni elektron formada, yəni imzalatdırın. Artıq siz önləminizi alırsınız hər tərəf şəkildə. Bu hər tərəfli daxildir. Yəni bu dərsə qoşulma məsələsi də bura daxildir. Bura ödəniş məsələsi də daxildir. Bura sizin dərs keçdiyiniz zaman sizin tələbləriniz və valideynin qarşı tərəfin tələbləri daxildir. Yəni bunların olması sizin biraz işinizi daha asanlaşdırır. Ona görə də yəni bunlar öncədən danışılmalı və yəni tərtib olunmalı deyilməlidir qarşı şəkildə. Yoxsa sonra problem olacaq. Müəllim, bir şey soruşa bilərəm. Bu Google Meet-də ekran qeyd aparmaq mümkündür? Bəli. Məsələn, Google Meet-də aşağıda sizdə görünür 3 nöqtə. Bəli. Görünür. O 3 nöqtəyə toxunursunuz. Oradan sonra sizdə orada ox çıxır. Orada bir ox işarəsi var. Və yaxud da elə o 3 nöqtəyə toxunmadan da orada ox işarəsi var orada. Ola bilər ki, 3 nöqtəni vurandan sonra çıxsın. Ola bilər ki, heç orada 3 nöqtəyə toxunmadan da ən aşağıda ox işarəsi olur. O ox işarəsinə toxunursunuz. Orada davam edinə toxunub ekranı paylaşırsınız. Amma təəssüf ki, planşetdə olur, yoxsa telefonda, yoxsa kompüterdə onun fərqi yoxdur. Kompüterdə bilmirəm açığı, amma planşet və telefonlarda olur, heç fərqi yoxdur. Orada ox işarəsi var. Ox işarəyə toxunursunuz belə. Onda ekranı paylaşılır da, qayd olunmaq belə. Mən qayd olunmaq deyirəm. Artıq qayd olunmaq. Siz telefon markası nədir? Planşetdə Honor'dur. Honor. Bu yuxarı pəncərə var, yuxarı. Oranı aşağı yendirən zaman orada ekran qeyd edici var. Video şəkili var. Ora toxunanda orada ekran qeyd edici çıxır onsuz da. Planşetimin özündə yoxdur şurasında. Yaxşı mən görüm bu nədir? Onda planşetin özündədir problem böyük ehtimal ki. Məndə məsələn Redmi-dir. Məndə o belə yuxarını sürüşləndə orada video kimi çıxır. Sizin onun linkini YouTube-a atıb bizə də göndərəcəksiniz link olaraq. Video şəklində yox. Tamam. Sağ olun. Sağ olun. Başqa nəsə sualınız varsa buyurun. Yoxdur. Heç kəsin sualı yoxdur. Belə. Çox maraqlıdır. Reklam qoymaqla bağlı nəsə paylaşım eləsəz, yəni təlim yenə keçsəz, inşallah ki, qısa müddətdə eləyirsiniz onda. SML-ilə bağlı, o tip bir şey yəni, İstəsəz bu qrupu dağıtmazsınız müəllimə, WhatsApp-da yaratdığınız qrup. Təlim olsa məlumatınız olsun, oradan paylaşın. İndi bilirsiniz də dərslər, mən bilmirəm, dərslər başlamısınız siz? Hazırlıqlara falan belə. Hazırlıq keçəniniz var aranızda. Yenisinə başlamamışam, amma davam edən qrupum var. Mən başlamışam. Biraz tez başlamışıq. Amma mən bunu təşkil edəcəm inşallah bir gün. Çox uzatmadan 18 avqusta qədər bir vaxt təyin eləyərik. Bazar günü hamıya uyğun olan bir vaxtı düşünürəm. Hamı evdə olur, rahat olur. Müəllimə, olar təlimin mövzusu haqqında fikirlərinizi bölüşək sizlə. Təbii ki. Ki, nəyə ehtiyacınız var ən çox? Təbii ki. Mənim şəxsən müəllimə hazırlıq kurslarında, yəni şu yanımıza gələn uşaqların hansı sinifə, hansı materiallardan daha çox istifadə etsək, daha irəli apararıq uşaqları. Məsələn, material seçimində çox çətinlik çəkirəm, daha çox hansı kitablarla işləyim uşaqlarla. Məsələn, 5-ci siniflərdə daha çox hansı kitaba üstünlüyü vereyim. Bir də görürsən 9-a keçən uşaq gəlir, bir də görürsünüz 11-də də hətta müraciət edən olur. Bildim, başa düşdüm. Bu sinif və səviyyə üzrə bölünməlidir artıq. Onu siz özünüzdə qura bilərsiniz. Yəni sıfırdan qura bilərsiniz, amma hazır şəkildə də siz onu hazırlaya bilərsiniz özünüz. Hazır variantı olur, sadəcə siz onları yığırsınız. Elə də eləmək olar.
Başa düşdüm. Çox sağ olun. Amma yəni onu etmək üçün promptomlar var. Yəni süni intellektlə. Çünki onu sizin yazmanız Əlbəttə 5-ci, 6-cı sinif üçün hansı vəsaitlər, məsələn, test vəsaitləri məsləhət görərsiniz? Mən onlar. Hə, mən əvvəl ssenari yayımlarından istifadə edirdim uşaqlar üçün olaraq. İzə nəşriyyatı. Hə, izlənir. Tamam, çox sağ olun. Bəs 9 üçün mətin topludan əlavə. 9 üçün topludan əlavə Nizami Hüseynov. Qırmızı üzlü. Hə. Qırmızı üzlü Çox sağ olun. Nizami Hüseynov. Time var, Eren var. Bunlar da ola bilər. Həmin keçənlər Eremdən istifadə elədim. Erem biraz çətin gəlirdi uşaqlara. Onun sualları biraz mürəkkəbləşmişdi, amma o Nizami Hüseynovun testdə elədi ki, bilirsiniz necədir? Yəni onu hər səviyyədə olan uşaq eləyə bilər. Və hətta bilmirəm 2023-cü il idi, yoxsa 2022, nəsə axırı orada olan bir dənə mətin qəbula düşmüşdü. Nizami Hüseynovda olan bir dənə mətin. Yəni çox yaxşı kitabdır. 11-lərə də oradan işlədirəm mən də, 9-lara da. Yəni 9-unki ayrıdır, 11-inki ayrıdır. 11-lərinki mavi üzlü, 9-larınki qırmızı. Sizsəmi 11-ci sinifə toplu ilə başlayırsınız, sonra MHM-ə güvənə, sonra MHM-ə keçirsiniz? Səviyyə ilə, asandan çətinə. Ən birinci toplu ilə başlayırıq. Ara sıra sınaqlar eləyirik biraz. Sonra OTK-dan biraz eləyirik. Ondan sonra biraz keçəndən sonra məsəl üçün o dediyim Nizami Hüseynov, bax ondan eləyirik. Eremdir. Ən axırda MHM-də amma, ən axırda. Çünki MHM çox çətindir, yəni sualları. MHM məsələn 3-cü qruplara elətdirmişdim. Bəli, amma ən axırda. Buraxmışdan sonra. Amma ən axırda olmalıdır. Ən axırda ki, imtahana biraz yaxın vaxtlar ki qalır eləyirə, bax artıq orada MHM. MHM-ə izahlı formata gedirdim. Necə? MHM-ə əsasən əvvəldən bir 30 dənə, 40 dənə sualı hər bölmədən izahlı şəkildə elətdirirdim. Hə. Əla. Amma yəni MHM ən axırda olunmalı bir testdir. Öncədən yox. Çünki çətindir. Onu uşaq 2 dəfə də eləsə, o deyəcək çətindir, motivasiyası düşəcək, işləmək istəməyəcək. Birinci asandan başlayır. Əlbəttə ki, adi ilə biz özümüz işləyəndə belə baxaraq sualların necə qəliz olduğunu özümüz vurğulayırıq. Elədir. Belə, mənim üçün xoş oldu bu təlim. Çox sağ olun. üçün. Amma ağlımda bir-iki sual qalıb ki, bu SMM-lə bağlı, bu səhifənin idarə olunması ilə bağlı. Çünki məndə o problem çoxdur. Bir videoları editləməklə bağlı. Mənim bir dəfə də təyin eləyər inşallah. Biz də suallarımızı hazırlayarıq. Videolar hazır çəkirəm, amma editləməkdə problem yaşayıram. Ona görə paylaşmıram səhifədə. İnşallah bir dəfə də ona aid bir video və yaxud da ki, təlim hazırlayarsınız, biz də qoşularıq. İnşallah. Onunla bağlı bir video eləyə bilərik. Məsəl üçün, elə indi ağlıma gəldi, indi deyim. Məsəl üçün, səhifən üçün 30 kontent yarat. 30 günlük challenge məsələn. Yəni 30 günlük davamlı paylaşım. 30 gün ərzində davamlı şəkildə videoda kontenti, video fikirləri. Bununla bağlı ola bilər, təşkil eləyə bilərik. Yəni o fikirlərdə mən sizə deyəcəm, siz gedib çəkəcəksiniz videoları, o ideyalarda. Çox gözəl olar müəlliməm. Marafon kimi deyirsiniz də. Bir aylı marafon. Bir aylı. Olar. Rəhbərlik eləsəz məncə anlar, səhifəmizi inkişaf etdirə bilərik. Nə xoş mənə. Elə olsa nə xoş mənə. Məndə nəsə hamıda Instagram tutsam, məndə TikTok tutur, amma Instagramda irəli gedə bilmirəm. Çünki videolara maksimum 200 izləmə, 300 izləmə gəlir. Ona görə ən çox üstünlüyü vermişəm TikToka. Çünki TikTokda kütləyə daha tez çatırıq. Amma Instagramda elə bir şey yox. Instagram biraz çətin olur. Və Instagramda da o formada çatmaq üçün gərək videonun gedişatı, kontenti maraqlı ola.
davamlı şəkildə də, yəni axıra qədər izləməyə təşviq edir və yaxud da əgər rəy xarakterlidirsə, orada olan rəylər insanların marağını çəksin. Üst yazısı varsa, o üst yazı gərək o qədər maraqlı olsun ki, mən ora girib nəsə bir rəy yazım. O rəylər oxunmağa doğru getsin, o onu atsın, o onu atsın. Nəsə zəncirvarid də o hissə. Müəllimə bir deyə bilərəm. İndi öz təcrübəmə əsasən. Mən əvvəl çox əziyyət çəkirdim. Səhifədə dərslər hazırlayırdım. Pinterestdən şəkillər skrin edirdim və o şəkillərin üzərində yazılar yazaraq videolar hazırlayırdım və hədsiz çox vaxtım alırdı. 4 saatdan az işləmirdim onu. İndi səhifəmdə var, aşağıda baxa bilərsiniz. Onlara maksimum 600-700 baxış gəlirdi. Mən 5000-ə yaxın izləyicim vardı. Tam 5000 olmamışam. Amma sonra öyrəndim ki, deməli Instagram belə şeyləri sevmir. Nə CapCut onu sevmir, onun reklamı görünsün orada. Nə Pinterest, heç nə, sırf təmiz video çəkirsiniz. Belə Instagramın özündə edit var. Onunla editləyirsiniz. Yarım milyon baxış gələn videom var yəni. Səhifədə ən başda sabitləmişəm. Sonra 80 min, 70 min var. Belə baxışlar olur artıq ondan sonra. Düzdür. Yəni, əslində qalanda video editləmək düzdür, biraz vaxt aparan şeydir, amma yəni, necə deyim, sizdən çox şey asılıdır. Yəni, o alt yazıları qurmaqdır, keçidləri verməkdir. Adicə bilirsiniz, sizə bir şey deyim. Orada o danışan zaman nəsə bir izah edir, orada nəfəs səsləri ki var. Bax, ona qədər də kəsmək lazımdır. Peşəkar studiya videolarında nəzər yetirmisinizsə, əgər görsəniz, orada nəfəs səsləri çıxmır. Nəfəs səsləri, məsələn, danışıram da mən, düzdür. Danışan zaman nəfəs səsimi eşidirsiniz. Amma o videolarda nəfəs səsi yoxdur. O nəfəs səsləri kəsilməlidir. Biraz xırdalıq tələb edən şeylərdir. Amma peşəkar bir səhifə yaratmaq istəyirsə, hər şeyə diqqət eləməliyik. Bayaqki mənim Instagram səhifəsinə baxardıq. Qrupda atar, takibləşərik. Heç birisindən filan təlim almamışam. Sadəcə bu cümləni eşitmişəm birindən ki, sən orada Pinterest-dən paylaşırsan ona görə. Instagram onu göstərmir, o sevmir elə şeyləri. Instagramda qalxmaq çox çətindir. Instagram səhifəm Zibeydə, altdan xətt müəllimdir, baxa bilərsiniz. Amma yəni hələ əslində işləməmişəm. Müəllimə sizə zəhmət olmazsa qrupa atarsınız da, bir də görürsünüz yazırıq çıxmırıq, elə bir şeylər də olur. Trend mahnılardan istifadə edirəm mən çox belə. Bir də real videomu çəkirəm, editləyib qoyuram. Onu da belə eləyək, müəllimlər. Səhifələriniz var.